Bax 1. Birinci sual. İnsanın gövdə skeletinə aid olan sümükləri müəyyən edin. Biz bilirik ki, gövdə skeletinə aid olan sümüklər onurğa sütunuydu, qabırğalar və tək döş sümüyüdü. Gövdə skeletinə aid olan fəqərələr, onurğa sütununu əmələ gətirən 33-34 ədəd fəqərələr və 24 ədəd qabırğa və 1 ədəd döş sümüyü. Cəmi 58-59 ədəd sümükdür və burada cavabımız ona görə olur 2, 4 və 5. D variantı. Əgər insanın ennizolaqlı əzələ hüceyrəsində 6 ədəd nüvə olarsa, onda bu hüceyrədə neçə atosom, xromosom olar? Ennizolaqlı əzələ bilirik ki, çox nüvəlidir və bunlarda sitogeniz baş vermədiyinə görə həmişə karyogeniz vəziyyətdə olur. Ona görə də çox nüvəlidir və bir nüvəsində somatik hüceyrə olduğuna görə 44 ədəd xromosom var. Və bizdə 6 nüvəsində verildikdə birində 44 ədəd xromosom varsa, 6 nüvəsində x qədərdir, x də bərabərdir 264 ədəd. Davam edirik. Üçüncü sual. Bədən boşluqları verilib. Nəfəs borusu timusdur, epifiz, hipofiz, dalaq və apendiksdir. Bunlar orqanlardır. Məsəl üçün, X ilə olan nəfəs borusu və timus vəsi bilirik ki, döş boşluğunda yerləşir. Epifiz və hipofiz kəllə boşluğundadır. Daxili sekresiya vəsiləridir. Dalaq və apendiks isə bunlar həzm sistemi orqanlarıdır və qarın boşluğunda yerləşir. Üçüncü sualda doğru cavab B variantı. Dördüncü sual. İnsanın əsas bədən boşluqlarının ölçülərinə görə böyükdən kiçiyə doğru düzün. Ən böyük olan qarın boşluğudur, daha sonra döş boşluğu, ən kiçik olan isə çanaq boşluğudur. Doğru cavab D variantı. Hansı əlamətin olması insanın məməllər sinifinə aid olduğunu sübut edən dəlillərdən deyil. Bilirik insan məməllər sinifinə aiddir. Süd vəziləri, qulaq seyvanı, dəridə tüklərin olması, əzələvi diafraqma yalnız məməllərə məxsusdur. Lakin dəridə vəzilər təkcə məməllər sinifində deyil, məsəl üçün balıqlarda, amfibilərdə dəridə vəzilərə rast gəlinir. Doğru cavab D variantı. 6-cı sual. İnsan skeletində qabırğaların sayı bir ətrafdakı barmaq falanqalarının sayından neçə ədəd çoxdur? İnsan skeletində bilirik ki, 24 ədəd qabırğa var. Bir ətrafda, fərqi yoxdur, yuxarı ətraf olsun, aşağı ətrafda, bir ətrafda barmaq falanqalarının sayı 14 ədəddir. Yəni, bir dənə əlimdə 14 falanqamız var. Ona görə də bir ətrafda dediyinə görə 24-dən 14-ü çıxaram, 10 ədəd qabırğaların sayı falanqaların sayından çoxdur. Yəni, bir ətrafda soruşur. Biz də bilirik ki, ümumilikdə insanda olan falanqaların sayı nə qədər idi? 56 ədəd. 28-i ön ətraflarda, 28-i isə arxa ətraflarda var. Cavab Y variantı. Körpücük və bazı sümükləri birlikdə skeletin hansı hissəsinə aid etmək olar? Körpücük və bazı sümükləri yuxarı ətraf skeletinə. Yadınızda qalsın, yuxarı ətraf skeleti sözü varsa, həm burada qurşaq, həm də sərbəst hissəni soruşula bilər. Ona görə biz hər ikisini aid edirik yuxarı ətraf skeletinə. C variantı. Yetkin insanda sinir hüceyrəsini bilirik ki, oyanma və sinir impulslarını ötürməyə qabildir. Yəni, B variantıdır. Oyanır və yığılır dedikdə biz hansını götürürük? Burada oyanır və yığılır dedikdə əzələ hüceyrəsidir. Lakin bizdə doğru cavab oldu B variantı. İnsanın sinir sisteminə aid deyil. Bunu verilənlər içərisində təbii ki, bilirik ki, işçi orqandır ki, əzəllərdir, daxili orqanlardır, onlar sinir sisteminə aid deyil. B variantı. İnsanın mərkəzi sinir sistemində yerləşmir. Mərkəzi sinir sisteminə aiddir baş beyin və onurğa beyin və biz bilirik 3 növ neyronumuz vardır. Hissi, hərəki və ara neyron. Hansı neyronun, məsəl üçün, ara neyron bütövlükdə dendriti, cismi, aksonu mərkəzdə, hərəki neyronun dendriti, cismi, aksonun bir hissəsi mərkəzdə, amma hissi neyronun yalnız aksonun bir hissəsi mərkəzdə idi. Hissi neyronun dendriti və cismi mərkəzdən kənarda yerləşir. Doğru cavab Y variantı. Ara neyronun funksiyasına aiddir. Ara neyronun funksiyası nədir? Ara adından da görsəndiyi kimi hissi neyronla hərəki neyron arasında yerləşir. Yəni, impulsu hissi neyrondan hərəki neyrona ötürmək qabiliyyətinə malikdir. Doğru cavab
cavab D variantı. Xarici mühitdən qəbul edir impulsu hissi neyrondur. İmpulsu mərkəzi sinir sisteminə ötürür, yenə hissi neyrondur. İmpulsu bilavasitə işçi orqana ötürür, hansını deyə bilərik biz onda hərəki neyronu. Davam edək. İmpulsu hərəki neyrondan hissi neyronu ötürmək. Ümumiyyətcə bu cür ardıcıllıq ola bilməz. Bu tamamilə yanlışdır. Burada D variantı ara neyronun funksiyası. 12-ci sual şəkildə hansı növ müayinə üsulu göstərilmişdir? Beynin biocəryanlarını ölçmək üçün elektroensoflografiya cihazından istifadə olunur. Elektrokardiografiya ürəyin biocəryanlarıdır, endoskopiyadır, radiotelemeriyadır, rentgenografiyadır. Bunlar həzm sistemini öyrənmə üsuludur. 13-cü sual. Antropogenezin hərəkət verici qüvvəsi. Antropogenez nə idi? İnsanın hərəkət verici qüvvələri bioloji və sosial var idi. Bioloji Darwin, sosialı İngilis. Doğru cavabımız burada ardıcıllığa baxsaq A variantı. İkisinin yerinə yazarıq. Bioloji, irsi dəyişkənlik, yaşamaq uğrunda mübarizə, təbii seçmə, sosial olsa ictimai həyat tərzi. Doğru cavab A variantı. Orqanoidlər birləşərək bilavasitə nə əmələ gətirir? Təbii ki, hüceyrəni. Necə ki, dedik ki, öncə molekulyar səviyyə, daha sonra orqanoid səviyyəsi, daha sonra hüceyrə səviyyəsi, toxuma orqan, orqanlar sistemi, orqanizm. Ona görə orqanoidlər birləşərək hüceyrəni əmələ gətirir. Doğru cavab B variantı. Hansı ifadə doğru deyil? Bəli, qarışıq sinir var. Hissi neyron var, hissi sinir var, hərəki sinir var, amma qarışıq neyron yoxdur. Neyron ara neyron ola bilər, hərəki və hissi ola bilər. 16-da. Əgər sinir sisteminin müəyyən hissəsində sinir toxumasının hüceyrələrinin sayını n-ə bərabərdirsə, onda buradakı neyronların sayını necə tapa bilərik? Biz bilirik ki, sinir toxuması bərabərdir. Neyronlar üzərinə gələk P hüceyrələrinin sayı. Və biz bilirik ki, neyronlar sinir toxumasının 11-də 1 hissəsini təşkil edir. Məsələ şərtində sinir toxumasının n ilə işarə edilmişdirsə, neyronları tapmaq üçün n-i mən 11-ə bölməklə neyronların sayını tapa bölərəm. N bölünsün 11. C variantı. 17-ci sual. Venner diaqramına uyğun bəndlərin müəyyən edin. Skelet əzələsi, ürək əzələsidir. Burada ardıcıllığa baxsaq, deməli, iradidir, sümüyə birləşir və tərlər vasitəsilə skelet əzələsidir. 1-4 aiddir 1-ə. Daha sonra enli zolaqlıdır. Hər ikisi ortaya gedər. Bəli, ortadadır 3. Lifləri bir-birinə ilişiklidir. Ürək əzələsidir. Qeyri-iradidir. Ürək əzələsi 2-5 isə aid edilir bura. 2, 5, 1, 4 və 3. Doğru cavab onda hansı olur? C variantı. Hansı elm sahəsi insan orqanizmini öyrənmir? Burada mikologiyadır ki, mikos göbələk deməkdir. Göbələkləri öyrənən elm sahəsidir. Onurğa beynin daxilində hansı neyronların cisimləri yerləşir? Təbii ki, onurğa beyni dedik ki, mərkəzi sinir sisteminin bir hissəsidir. Mərkəzdə də yerləşən cisimləri yerləşir. Ara neyronla hərəki neyronun cisimləri. Ona görə doğru cavabımız D variantı olmuş olar. Uyğunluğu müəyyən edin. Yenə 1, 2, 3. Ennizolaqlı skelet əzələsidir. Udulaq və dil. Ennizolaqlı ürək əzələsidir. Ürək. Sayı əzələdən ibarətdir. Daxili orqanımız həmin mədə və arteriyada. Bəli, arteriya damarlarında da, vena damarlarında da sayı əzələyə rast gəlinir. Doğru cavab 20-ci sualda A variantı. Davam edək. 21-ci sual. İnsanın onurğa beyində neçə növ sinir çıxır? Biz bilirik ki, onurğa beynindən çıxır 31 cüt sinir. Yəni 62 ədəd. Növ desə, bir növ qarışıq sinir. Doğru cavab A bəndidir. Amma baş beyindən əlavə olaraq deyirəm ki, 3 növ sinir çıxır. Hissi, hərəki və ara neyron. X-i müəyyən edin 22-ci sualda. X-i müəyyən etsək nə deyir? Onurğa irilikləri var. Üst şöbəsi beyin şöbəsindən iridir. Yanlış göstərib ki, yəni bu yanlışdır. Döş qəfəsi yanlara doğru genişlənib. Doğrudur. Əldəki baş barmaq digər barmaqlarla qarşılaşır. Bəli, onurğa irilikləri var. Bu verilənlər içərisində uyğun gələn insandır. Niyə insan? İnsanda bəli 4 ədəd onurğa iriliyi var. Döş qəfəsi yanlara doğru genişlənib. Və bəli, onda 3 şöbəsi beyin
Bir dəqiqə üzr istəyirəm. Üst şöbəsi beyin şöbəsindən kiçikdir. Əslində insanda beyin şöbəsi böyükdür, üst şöbəsi kiçikdir. Doğru cavab D variantı. Sinir toxumasının müəyyən hissəsində 446 neyron varsa, onda bu hissədə cəmi neçə sinir toxuması olur? Biz də bilirik ki, 446-da neyron varsa, bu hissədə cəmi neçə sinir toxuması olur? Neyronun sayını bilməklə peyk hüceyrənin sayını bilirəm. Bu qədər neyron varsa, neyronların sayından peyk hüceyrələrin sayı 4 dəfə çoxdur. 4446-nı vuraram ona. Və bu hər ikisini topladıqda 446 ilə 4460-ın üzərinə gələrəm və eləyər cavabımız 4906 sinir toxumasında olan hüceyrələrin sayı. Davam edək. Yalnız insan skeleti üçün xarakterik olan əlamətləri seçin. Yalnız insan üçün. Baxaq, əldəki baş barmağın çox hərəkətli olub digər barmaqlarla qarşılaşması bu insana bənzər meymunlarda da var. Ayaq tağının olması, bəli, yalnız insana xarakterikdir. Onurğa sütununda 4 əyriliyin olması, bəli. Dedik ki, hansılar idi? Önə doğru əyrilik, arxaya doğru əyrilik. Boyun, bel, lordoz, kifoz isə döş və oma. Arxa ətrafın but, baldır və pəncə. Bu 3 olmalıdır, səhv elədik. 2-dən 3-dür. Arxa ətrafın but, baldır və pəncə hissələrinin təşkil olması bu digər məməlilərdə də var. 4 aid deyil. Borulu sümüklərdə sarı sümük iliyinin olması bu digər canlılarda da var. Doğru cavab yalnız insana xarakterik olan 2 və 3-dür. Və biz bilirik ki, uzun borulu sümüklərdə 2 cür sümük iliyi var. Sarı sümük iliyi və qırmızı sümük iliyi. Və bu borulu sümüklər artıq suda, qurda yaşayanlardan başlayaraq bütün heyvanlarda var. Ona görə yalnız insana aid olan kimi götürə bilmərik. 25-ə baxaq. İnsanın aşağı ətraf sümüklərini aşağıdan yuxarıya doğru ardıcıllıqla göstərin. Burada ardıcıllıqla göstərsək, birinci aşağıdan yuxarıya doğru maraqlıdır. Birinci nəyi götürə bilərik? Pəncə. Pəncədən sonra baldır, yəni ardıcıllığımız 2-dir, 1-dir, 4-dür, 3-dür. Yəni bud və çanaq. Rahat suallardır bunlar. Yuxarı ətrafın sərbəst hissəsinə aiddir. İndi sərbəst deyir. Qurşağı götürmərik. 1-dir, 2-dir, yəni bazudur, saitdir və əl pəncəsidir. Əgər qurşaq desəydi, kürək sümüyünü və körpücük deyərdik. Uyğunluğu müəyyən idi. Maraqlı sualdır. Bu şəkilləri də bilməliyik, tanımalıyıq. Bunlar hansı sümükdür? Birinci sümük çanaq sümüyüdür. İkinci fəqərələrdir. Bəli, fəqərəl. Gəlin baxaq. Yastı sümükdür. Bəli, çanaq sümükləri. Qarışıq sümükdür. Fəqərələr. Onurğa sütununda olan 33 və 34 ədəd sümüklər qarışıq sümükdür. Qısa sümükdür. Heç biri. Qısa sümüklər falanqalardır. Qarışıq, üzr istəyirəm, qurşaq skeletinə aiddir. Bəli, çanaq sümüyü aşağı ətrafın qurşaq skeletinə aiddir. Gövdə skeletinə aiddir. Təbii ki, hansılar olar? Fəqərələr. 1-də A, D, 2-də B, Y. Bu 3 müxtəlif hormonal xəstəliklər verilmişdir. Birinci xəstəliyə şəkilə baxsaq miksidemadır. Yaşlı insanlarda tiroksin hormonunun normadan az ifraz olunmasıdır. Hipofunksiyasıdır. Miksidemadır birinci xəstəlik. Digər xəstəlik miksidemadır. İkinci bazidov xəstəliyidir. Yenə tiroksin hormonunun normadan artıq qana ifraz olunmasıdır. Bu hiperfunksiyasıdır. Digəri isə akromeqaliya xəstəliyidir ki, akromeqaliya xəstəliyi isə hipofiz vəzinin funksiyasının pozulmasıdır. Bəli. Bizdən indi soruşur, xəstəlikləri dedik. Miksidema 1, 2-ci bazidov, 3 akromeqaliyadır. Birdən içini törədən qalxana bənzər vəzidir və boyun nahiyəsində yerləşir. 29-cu sualda deyir ki, 3-cü şəkildə yerləşən, kəllə boşluğunda yerləşən vəzinin hansıdır? Hipofiz vəzidir ki, hiperfunksiyasıdır. Yaşlı insanlarda olur bu. Üçüncüdə isə bu fəali ikinci şəkildəki xəstəliyin meydana çıxmasına səbəb olan vəzinin ifraz etdiyi hormonlar hansılar idi? Tiroksin hormonu idi, tərkibində yod elementi var idi, tiroyod trionin var idi. Daha sonra kalsiyonun hormonunu deyə bilərik ki, kalsiyonun hormonu kalsiumu qandan sümüyə keçməsini təmin edir. Bu qədər.